Unutmaq olmaz ki, bugün bilik günüdür və hörmətli tamaşaçılar, bugün 100 mindən çox birinci sinif şagirdi ilk dəfə məktəbə qədəm qoydu və odur ki, efirimizdə, ana xəbərimizdə məhz bu uşaqlara xüsusi yer ayırdıq bugün. Salam məktəb! Cabatxan, Fərrux, Aynur, Rəhman. Hər biri bir incidirlər, birincidirlər onlar. Əllərində gül çiçək, çöhrələrində təbəssüm, min arzu, diləklə bu müqəddəs məkana ayaq qoyublar. Elmlərin açarını istəməyə, biliklərin ən mükəmməlini qazanmağa gəliblər. Qədəmləri kövrək, gözləri nəmli, addımları zəif olsa da, qəlbləri təfərli, ürəkləri duyğuludur. Biz bacaracağıq, elmin sirlərinə yiyələnib də adımızı göylərə bülənd edəcəyik deyirlər. And içib söz də verirlər. Sənin doğma qoynunda boy atacaq, böyüyəcək, öyünəcək və bu sevgili vətənin övladı olduğumuzdan qürur duyacağıq, söyləyirlər. Məktəbə ilk dəfə qədəm qoyan uşaqlar arasında bizim balaca Cabatxan da var. Cabatxanın arzuları, ümidləri o qədərdir ki, hətta məktəbini salamlaya bilir. Cabatxan, xoş gəlmisən. Sən bir məktəbinə salam de görüyorum. Salam məktəb! Salam doğma məktəb! Könlüm keçir Qarabağdan, çox o dağdan, çox bu dağdan, axşam üstü qoyuzaqdan, havalansın xalın səsi, Qarabağın şüşəstəsi. Cabatxan bizə söz verdi ki, yaxşı oxuyacaq. Bəs sən? Mən də yaxşı oxuyacaq. Sən böyüyəndə kim olacaqsan? Polis. Məktəb yaxşıdır, mən burada dərs oxuyacağam, yazıyacağam. Məktəbdə dostlarımı tapıram. Bugün təkcə uşaqların günü deyil, həm də valideynlərin günüdür. Kövrək və duyğuludular. Sevincimin həddi hüdudu yoxdur. İki nəvəm ikisi də məktəbə gedir, Cavatxan, Aydan. O gün olsun ki, məktəbi əla qiymətlə qutarsın. Bizim də sevincimiz ancaq olar. Hər könüldə yeri olanlarsa bugün çox sevinclidirlər. Məktəbə ilk dəfə qədəm qoyan birincilərinin həyəcanını görüb də yad olmayan bu hisslərə gülümsünür və arzularını söyləyirlər. Vətənə xeyirli evladı olsunlar, atalarının, analarının başını uca eləsinlər, dövlətimizə xidmət etsinlər, müəllimələrini dirildən müəllimlərdən olsunlar.